Zəngəzur dəhlizi orta dəhlizin ötürücülük qabiliyyətini artıracaq. Gündəm xəbərin efirində 27 oktyabr tarixidir və bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının tam reallaşması istiqamətində işlər davam etdirilir və bununla yanaşı Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin işə salınması üçün də mühüm addımlar atılır. Nazirin sözlərinə görə bu layihə regionun nəqliyyat logistika sistemində yeni mərhələnin başlanğıcı olacaq. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması həm regional ticarət marşrutlarına gücləndirmiş olacaq, həm də orta dəhlizin, yəni Transxəzər beynəlxalq nəqliyyat marşrutunun ümumi buraxılış gücünü əhəmiyyətli dərəcədə artırmış olacaq deyə Əbdülkadir Uraloğlu vurğulayıb. Türkiyəli nazir həmçinin qeyd edib ki, layihə yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region ölkələri üçün iqtisadi və strateji baxımından böyük əhəmiyyətə malikdir.